Herkese salam. Bugün sizi Polşanın Krakow şəhərindən salamlayıram və arxamda gördüyünüz Krakowun ən məşhur bazar meydanıdır. Bu bazar meydanında biz Polşanın digər şəhər ornamentlərinə, digər şəhərlərinin tarixinə, onların istifadə etdiyi müəyyən məhsulları biz bu bazarda tapa bilirik və biraz istəyirəm sizə kiçik fraqmentlərlə bunu göstərim. Eyni zamanda qısa bir zamanda da olsa sizinlə Krakow turunu etməyi planlayıram. Elə isə getdik. Bir məlumat da sizə verim ki, Krakow şəhərinin rəsmi simvolu əjdahadır və hətta bununla bağlı bir tarixi rəvayət də var. Buna görə də siz bazarda istənilən nöqtədə əjdaha ilə bağlı maraqlı şeylər tapa bilərsiniz. Eyni zamanda balyak mədəniyyətində gündəlik istifadə olunan qabları da burada tapa bilərsiniz. Eləcə də polyak xanımlarının bütün tarix boyu istifadə etdikləri bəzək əşyaları, eyni zamanda hər günümüzdə də istifadə etdikləri bəzək əşyalarını buradan tapa bilərsiniz. Krakow şəhəri tarixi zəngin olan bir şəhər olduğu üçün siz bu bazarda tarixə aid xəncərlər, müəyyən təsbehlər və əl işləri ilə bağlı olan şeylər mütləq ki tapa biləcəksiniz. Keçmişdə Krakowda saatın doğru bilinməsi üçün bu arxamda gördüyünüz saat binasının xüsusilə istifadə olunmuşdu. Hətta şəhərə müəyyən ordular hücum etdikləri zaman sos siqnalını siqnal vasitəsilə ətrafa yayırlar və bildiyiniz kimi həmin dövrdə səsli, zəngli saat məşhur olduğu üçün bu səsli, zəngli saat şəhərin bütün ətrafından eşidilirdi. Arxamda gördüyünüz Bazilika kilsəsində isə hər saatın tamamında səsli zəngdən əlavə xüsusilə saksofon vasitəsilə saatın tamam olduğu müəyyən olunur və bu hardasa 5 dəqiqə ərzində baş verir və bu zaman bütün turistlər və ətrafdakı insanlar xüsusilə bu saksofonun musiqisinə, melodiyalarına qulaq asırlar. Bütün polyakların, eləcə də əcnəbi və ya turistlərin bu şəhərdə görüşmə nöqtəsi arxamda gördüyünüz bu heykəldir. Bu heykəl vasitəsilə asanlıqla bir-birinizi bu böyük şəhərdə tapa bilərsiniz.
So cute. Did you take photo? Oh wait, yeah, take.